Üz dərisinin estetik qüsurları yönündən fraksional lazerlərin tətbiqi son illərdə dermatokosmetologiyada durmadan önə çəkilməkdədir. Təbii ki, biz dermatoloqlar olaraq üz dərisinin xəstəlik baxımından fraksional lazerlərin tətbiqində ilk sıraya aknedən sonra qalan çarpıqları qoymuş oluruq. Burada da aknedən sonra qalan çarpıqların formasından asılı olaraq, dərinlik və zədələnmə sahəsindən asılı olaraq müalicə proseduru təyin olunmalıdır. Nə yazıq ki, aknedən sonra qalan çarpıqların müalicəsində fraksional lazerlər başda olmaqla digər müalicə üsulları da, yəni subcision dediyimiz bir mexaniki təsirlə yanaşı digər peeling növləri də daxil olmaqla monoterapiya şəklində bəzən effekt vermir. Ona görə də kombinə müştərək müalicə metodlarına, həm fraksional lazer, həm peeling üsulları, həm də subcision metodu və digər uyğun olan metodların birlikdə istifadəsi önə çəkilir. Fraksional lazerlər səhəsində isə CO2 fraksional lazeri xüsusilə qeyd etmək lazımdır. Ablativ xarakterdə olan fraksional lazerlər üz dərisində kifayət qədər qısa müddətdə bir neçə seansdan sonra uyğun nəticələri, daha nəzərə çarpan yaxşı nəticələri əldə etmək mümkündür.